Orada devlet dəfələrlə demişəm. Bu işi götürürlər, yollayırlar bura. Gelmir. Nazirliyə gedirəm. Fatma Murtuzun oğlunun yanında nə qədər ərzim var. İmkan vermirlər mən yaşayayım. Qalmışam nə yerdəyəm, nə göydə. Sizdən artıq dərəcədə xahiş edirəm. 82 yaşım var. Deyin görək, mən harda qala bilim? Evdə mən öz öyümü ola, evimə daşqalaq eləyirlər. Polis orada Əhməd müəllim, oranın rəisi, o zamnaçəndik Əli, Zavur. Mən elə ki oraya gəldim şikayətə, tez Oruc Zavur qaçır, tez xəbər verir ki, rədd edin geçsin. Mən də deyirəm ki, hara gedim mən? Kimə xahiş edirəm? Nə evimə gedə bilirəm? Mən burada qalmışam bir dənə butkədə. Nə burada hamam var, nə bir dənə bir ayaq yolu, bir xeyli yolu var həyətdə. Yaşlı kişiyəm, özüm xəstə, ürək xəstəliyim. 4 dəfə, 5 dəfə banisiyada, Binəqətdə, Pasokada yatmışam. Sizdən artıq dərəcədə xahiş edirəm. Nazirlik qalmayıb. Bakı prokuror qalmayıb. Xahiş edirəm, mənim bu yaşımda deyin görək mən harada qala bilim. Mən deyin mənə ölmüşəm və müəllim ki mən ürək xəstəliyinə tapmışam. 5 dəfə mən ürəkdən banisiyada yatmışam. Xahiş edirəm, dəfələrlə skora gəlmişdim mən. Evimə gedə bilmirəm. Çıxarış da mənim adımdadır, heç kimin adında deyil. Oğlum bu yaxında çəpəri uçurdub, mənim çəpərimi, öz çəpərinə tezidən çəpər çəkib, bir otağı da zanit edib, qaracı da zanit edib. Mənim bu yoldaşımdan, deməli, dəniz qırağında yaxşı pul götürdülər. 1 milyon dedi, nə qədər götürdülər, mən xəstə olmuşam. Mən, deməli, həmin pul mənim o böyük qızım Nərgizdədir, Sevincdədir. 3 dənə kompleksli mənim həyat yolum, Quliyev Nigar Şön qızındadır. Ondan qalan pullar ancaq mənim qızımdadır, Nərgizdədir. Qalmışam nə yerdə, sizdən artıq dərəcədə xahiş edirəm. Deyin mən görüm, harada qalım. Evim olar. Nə qoyurlar, gedim hamıma kimi, nə evə girirəm, evin qazığın, işığın, nə bilirlər onu eləyir. O xəstə oğlum var, Kazım Talih, gəlib bıçağı götürüb, bıçağı cumur mənim üstümə. Ben bu yaşımda qalmışam ki, kimə xahiş edim, kimə yalvarım.